Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti və ANAMA-nın dəstəyi ilə ölkəmizdə səfərdə olan Sülhün Kökləri Təşkilatının qurucusu xanım Heydi Kün Tərtər və Ağdama gedib. Səfər çərçivəsində ilk istiqamət Tərtər rayonunun Çaylı kəndi olub. Qonaq ANAMA əməkdaşları tərəfindən ərazinin partlamamış hərbi sursat və minalardan təmizlənməsini yaxından izləyib və özü şəxsən prosesdə iştirak edib. Növbəti dayanacaq Tərtər Regional Peşə Təlim Mərkəzi idi. Mərkəzdə mina və müharibədən zərər çəkən şəxslər, fermer, qadın və uşaqlarla görüş keçirildi. Ardınca da simvolik olaraq mina qurbanları ilə birlikdə ağac əkmə aksiyası baş tutdu. Səfərin növbəti mərhələsində isə işğaldan azad olunan Ağdama yola düşdük. Burada da digər rayonlardakı mənzərə ilə qarşılaşdıq. Toz, torpaq, bozarmış hava, dağıdılaraq viran qoyulmuş şəhər. O şəhər ki, hazırda orada son sürətlə minalardan təmizlənmə işləri həyata keçirilir. Mina təmizləmə əməliyyatlarının keçəcəyi yer təhlükəli ərazilərdən keçdiyindən burada çoxlu mina sədlərinə rast gəlirik. Mina sədlərində tank əleyhinə, piyada əleyhinə minalar rastlaşırıq. Və tərəfimizdən tapılan bütün minalar yerində partlatma yolu ilə zərərsizləşdirilir. Hazırda dəmir yol xəttinin 10 kilometrliyi təmizlənib və son 4 kilometrdə təmizləmə işləri aparılır. Ağdamdakı dağıntıların miqyası təəssüf doğurur. Bunu isə həmin mənzərəyə gözləri ilə şahid olan xanım Heydi Kün dedi. O bildirdi ki, Ağdam təsəvvür edildiyindən də pis hala salınıb. Biz dağıntıları aradan qaldıraraq buranı daha gözəl məkana çevirə bilərik. Qarşıdakı illərdə Azərbaycana nəvələrimlə birgə qayıdacağıma ümid edirəm. İndi gördüyünüz yerlər üzüm bağları olacaq. Buradan təzə üzümlər yığacağıq. Sadəcə istəkli olmalı və dünyanı hərəkətə keçirməyə çağırmalıyıq. Biz eyni dünyanı bölüşürük. Minalı ərazilər ana təbiətə təhdiddir. Dağıdılmış ərazilərdə layihələrin həyata keçirilməsi iqtisadi və biznes baxımından bizim üçün şansdır. Bu, həm də övladlarımıza qoyub gedəcəyimiz əmanətdir. Sülhün Kökləri Təşkilatının qurucusu Ağdam Şəhidlər Xiyabanını da ziyarət etdi. Ona burada dəfn olunanlar barədə ətraflı məlumat verildi. Səfər çərçivəsində xanım Kün Ağdamın sözün əsl mənasında qarış-qarış gəzdi. Yalnız minalanmış əraziləri deyil, həm də erməni vandalizminin qurbanı olan abidələri də ziyarət etdi. 30 il işğalda qalan torpaqlarımızda törədilən vəhşiliklərə şahid oldu. I am overwhelmed by the destruction and the potential for the beauty. Buradakı dağıntılar məni çox təsirləndirdi. 25 ildir ki, minalanmış ərazilərin bərpası işi ilə məşğulam, amma beləsini görməmişdim. Biz əraziləri bərpa edir, üzümçülük sahələrinə çevrilməsinə çalışırıq. Bugün 2 minalanmış ərazini görmək şansına sahib oldum. Üzüm bağları həyatın özünü simvolizə edir. Bu da dünyanın daha yaxşı bir yerə çevrilməsinə şərait yaradır. Bildiyiniz kimi Mart Beynəlxalq Qadınlar ayıdır. Martın 1-i Azərbaycana gəldim. Ümid edirəm ki, Beynəlxalq Qadınlar gününün qeyd olunduğu 8 Mart tarixində ölkənizdə gördüklərimi dünyaya çatdıra biləcəm. Səfər ölkədəki mina problemləri ilə yaxından tanış olmaq, onu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və minalarla çirklənmiş ərazilərin əkin sahələrinə çevrilməsi baxımından yüksək dəyərləndirilir. Tilsim qırılıb insanlar artıq ayaq açıblar bura ayaq açan normalda insan 100% dəyişir. Və mən inanıram ki, Heydi Künün də bu gedişi onun artıq təkrar gedişlərinə səbəb olacaq. O gedəcək və dönəcək. Sabah biz onunla əməkdaşlıq protokolu imzalayacağıq. Sabah o adada Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla görüşəcək. Onlarla öz təsiratlarını bölüşəcək. Bilirsiniz, mən düşünürəm ki, bu cür fəaliyyətlər Qarabağımızın o Cəhcəlalının özünə qayıtmasını tezləşdirən fəaliyyətlərdir. Xanım burada olan mənzərədən çox təsirləndi. Burada olan mina problemi, minalanmış sahələrin miqyası ilə tanış oldu. Əməkdaşlıq planımız var. Ümid edirəm ki, baş tutacaq. Bundan başqa Heydi Künün deməli, Azərbaycanda olan mina probleminin həcmi barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində müəyyən addımlar atmağı planlaşdırır. Düşünürəm ki, gələcək əməkdaşlığımız uğurlu olacaq. Qeyd edək ki, xanım Heydi Künün təşkilatçısı olduğu Sülhün Kökləri qurumu indiyədək 8 ölkədə vaxtilə müharibə gedən ərazilərdə 100 mindən çox minanın çıxarılmasına nail olub. Eyni zamanda həmin ərazilərdə kənd təsərrüfatı inkişafına dəstək verib. Onun minalarla çirklənmiş əraziləri
üzüm bağlarına çevirən minalardan üzüm adlı təşəbbüsü dünyada böyük hərəkata çevrilib.